Ümumiyyətlə, musiqinin dili ilə hissləri ifa etmək möhtəşəmdir. Xüsusilə bizim o sənətçilərin çoxdankı arzusuydu. Bax, bu cür Azərbaycan musiqisini doğma diyarımızda, doğma Şuşamızda gerçəkləşdirmək. Nə gözəl ki, elə Xarı Bülbül Festivalı 2023-cü ildə də bax, bu cür baş tutdu və möhtəşəm görüntülərlə yadda qaldı. Hələ çox danışacaq bunun haqqında, amma indi mövzumuz tamamilə mövzumuz elə budur. Mən də Səbinə sözlərinə əlavə olaraq bir məqamı söyləmək istəyirəm ki, bizim musiqiçilərin səsi, sədası hər zaman gəlib. İstər o dövrlərdə Azərbaycanımızın belə deyək, Sovet İttifaqının da bir yerdə olduğu dövrlərdə olsun, yəni o boyda böyük bir ölkədə Azərbaycan musiqisi, incəsənəti hər zaman sezilib, hər zaman sevilib. Bu ənənə bu gün də davam edir. Yüksələn xətt üzrə. Məsələn, sizə söyləyeyim ki, Azərbaycanlı pianoçuların beynəlxalq arenada qalibiyyəti. Bax, bu mövzuda sizinlə istəyirik ki, qonaqlarımızla qalib xanımlarımızla, qalib qonaqlarımızla, qalib musiqiçilərimizlə söhbət edək. Qonaqlarımızı böyük məmnuniyyətlə istəyirəm sizə təqdim edim. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Könül Hüseynova. Könül xanım, sabahınız xeyir olsun. Eləcə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar artisti Nigar xanım Məlikovanı böyük məmnuniyyətlə sizə təqdim edirəm. Xoş gəlmişsiniz xanımlar. İlk olaraq bu uğur münasibəti ilə sizi təbrik edirik. Türkiyədə keçirilən Harmony 11-ci beynəlxalq ifaçılıq müsabiqəsində məhz fortepiano dueti nominasiyası üzrə birinci yerə layiq görülmüşsünüz. İstərdik elə bununla başlayaq söhbətimizə. Necə keçdi, yadda necə qaldı, hansı ifadə sizi qalib eləyən, bu barədə eşitmək istəyərdik. Buyurun. Əvvəla təşəkkür edirəm dəvətinizə görə. Hər zaman Mədəniyyət kanalı biz musiqiçilərin uğurlarını, nailiyyətlərini işıqlandırır, tamaşaçılarımıza çatdırır. Biz də oradan da qürurluyuq ki, Azərbaycanın adını layiqincə beynəlxalq arenada təmsil etmək şansını qazandıq, xoşbəxtliyini əldə etdik. Bu ənənə bizim tariximizə söykənən bir ənənədir və bu ənənəni layiqli bir şəkildə bizim görkəmli pianoçularımız, musiqiçilərimiz davam etdirirlər və biz də həmin Üzeyir Hacıbəyli ocağının nümayəndəsi olaraq Fərhad Bədəlbəyli ənənələrini davam etdirərək beynəlxalq arenada öz musiqimizi, klassik musiqimizi böyük uğurla təmsil etmək xoşbəxtliyinə nail olduq. Bizim nümayəndə heyətimiz tələbələrdən, müəllimlərdən təşkil olunmuşdu və nümayəndə heyətimizin başçısı, rəhbərliyi bizim hörmətli prorektorumuz, əməkdar müəllim, professor Nərminə xanım Quliyevaya aid idi. Nərminə xanım Quliyeva həmin müsabiqənin artıq uzun illərdir ki, münsiflər heyətinin üzvüdür. Və Azərbaycanın gənc pianoçularını, yalnız pianoçularını deyil, musiqiçilərinin, bəli, müxtəlif alətlər ifaçılarını hər zaman özü ilə həmin müsabiqəyə özü ilə aparır və onlar layiqli bir şəkildə Azərbaycanı təmsil edirlər. Bu ildə duet nominasiyası üzrə... Bu duet nominasiyası deyəndə biraz açıqlama Könül xanım verərdiniz, yəni fortepianoda duet. Bəli, fortepiano dueti 4 əl üçün işlənmiş əsərləri biz orada... Yəni eyni klaviaturada ifadə edirsiniz, yoxsa fərqli alətlərdir? Xeyr, bir alətdə. Murad Gözəlzadə. Hal-hazırda kadrlarda... Bax, bu kadrda. Bəli, biz duet şəklində. 4 əl üçün həm Beethovenin, həm də Schubertin çox məşhur bir əsərlərini, mürəkkəb əsərlərini, 4 əl üçün yazılmış çox məşhur bir Schubertin Fa minor fantaziyası var. O duet üçün yazılmış əsərlərin şah əsəri sayılır. Hətta münsiflər heyəti belə onu orada vurğuladılar. Biz onu ikinci mərhələdə çox uğurla ifa etdik. 20 dəqiqəyə qədər sürən bir əsər idi. Və birinci mərhələdə isə biz Ludwig van Beethoven'in sanatasını, 5 sayılı sanatasını ifa etdik. Bəli, o da 3 hissədən ibarətdir, çox mürəkkəb bir əsərdir. Bəli. Daha sonra isə müsabiqə çərçivəsində keçirilmiş beynəlxalq festivalda da biz layiqincə ölkəmizi təmsil etdik. Orada mənim əsərim səsləndi və biz həmin əsəri bizim gözəl skripka ifaçımız, Nigar xanım və skripka ifaçımız, Pərvanə xanımlarla birlikdə ifa etdik. Qoruyaq dünyamızı adlanır və o da münsiflər heyəti tərəfindən böyük sevgi ilə qarşılandı. Nə gözəl, Nigar xanım, sizin təəssüratlarınızı eşidək, sizin fikirlərinizi eşidək. Qeyd etmək istərdim ilk növbədə. Çox sağ olun. Könül xanımın qeyd etdiyi kimi işıqlandırırsınız
cavanların, ümumiyyətlə orta yaşlı nəslin, bizim istedadlı gənclərimizin uğurlarını... Bu bizim borcumuzdur. Musiqimiz üçün çalışırsınız, mədəniyyətimizə xidmət edirsiniz və uğurla Bəli, hər ölkəmizə zaman biz dönürsünüzsə. Azərbaycan Respublikasının ümumiyyətlə ilk növbədə bizim musiqi mədəniyyətimizin adını yüksəklərə qaldırmağa çalışırıq. Çünki bu dünyaya ancaq xalqları mədəniyyət tanıdır. Yəni biz layiqincə çalışırıq, mədəniyyətimizi təmsil edək. Bizim elə lozunqumuz da budur, bizi birləşdirən dəyər. Bu Gürcü folklorunun... Məmnuniyyətlə biz bu işləri xalqa çatdırmağa Bəli, hazırıq. Buyurun. Gürcü folklorunun, Klasik Musiqi İttifaqının bu təşkil etdiyi artıq 11-ci harmoni müsabiqəsi və festivali. Orada minlərcə, artıq bu neçə illər ərzində minlərcə istedadlı musiqiçilər, elə bir musiqiçilər olub ki, orada karyeralarını bu harmoni ilə, festivalla başlayıblar. Bəli, artıq onlardan biri müsiflər heyətində oturur. Başqırıstandan olan Rüstəm Şakutinov, o Azərbaycanda hətta konsert proqramı ilə də çıxış etmişdir. Və çox tanınmış müsiflər heyəti təmsil edirdi bu müsabiqəni. Müxtəlif ölkələrdən, Başqırıstandan, Litva, Latviya, Gürcüstan, bizim tədris işləri üzrə prorektorumuz Nərminə xanım, əməkdar müəllim Könül xanımın qeyd etdiyi kimi, əməkdar müəllim professor Nərminə Quliyeva. Yəni Gürcü musiqici, rəqibləriniz də Gürcü musiqiçiləri idi. Çox rəqiblər həm güclü idi, həm də çox istedadlı gənclər iştirak edirdi və həmin müsabiqədə eyni zamanda Könül xanımın öz tələbəsi də iştirak edirdi. Həm özü, həm tələbə, həm müəllim. Onlar başqa nominasiya üzrə idi. Bəli, onlar başqa solo fortepiano nominasiyası üzrə iştirak edirdilər. Bizim gənclərimiz də çox uğurla çıxış etdilər. Xanımlar, bilirsiniz, mənə nə maraqlıdır? Bax, biraz əvvəl söylədiniz, 20 dəqiqəlik bir möhtəşəm sənət əsərini, müziflər də, özləri də dəfələrlə qeyd ediblər ki, bu çətin əsərdir və şah əsər adlandırır, ansambl üçün. Belə deyək, duet üçün. Repertuar seçimində, bax, belə müsabiqələrdə, sizin nominasiyalarda nəyə üstünlük verirsiniz? Bu dəfə hansı prioritet məsələləri üstün tutdunuz ki, bax, məhz bu əsərlərə müraciət edərsiniz? Mən çalışdım ki, Nigar xanımla birlikdə məsləhətləşərək ən mürəkkəb əsərlərə üst tutaq ki, çünki bizim əsas məqsədimiz qalib olmaq idi. Və ona görə də çox mürəkkəb əsərlər üzərində, düzdür, qısa bir müddət ərzində çalışdıq. Saatlarla çalışdıq, hətta müsabiqə keçirilən zaman, yəni Türkiyədə belə məşğul olmaq üçün zaman çox az idi, şərait biraz çətin idi, çünki iştirakçılar hədsiz çox idilər. Bəli, alət qıtlığı idi biraz belə deyək və ona görə gecə saat 3-ə 4-ə kimi biz məşq eləyirdik, digər iştirakçılar məşqini bitirəndən sonra. Çünki ancaq hədəfimiz qalibiyyət idi və bizi digərlərindən fərqləndirən ən önəmli xüsusiyyət də oldu ki, ikinci yeri belə heç kimə vermədilər. İkinci yer boş saxlanıldı, qalib sadəcə biz olduq, üçüncü yer Gürcüstan nümayəndələri və ondan sonra diplomlarla digər iştirakçılar. Sizin yaxınınıza da gələn ilk idi, hə? Müsabiqə tarixində bəlkə də bu bir ilk idi ki, ikinci yerin qalibləri olmadı. Nominasiyasında məncə ilk dəfədir, bəli, xaricdə. Bu nominasiyada, duet nominasiyasında, bəli. Ola bilər belə hal, amma keçən il bizim musiqiçilər də iştirak eləmişlər duet nominasiyasında və onların da çox böyük nailiyyətlər əldə etmişdilər. Yəqin onların Azərbaycandan gözləntiləri, çünki söhbətimizin əvvəlində söylədik, Azərbaycan musiqiçilərinin peşəkarlığı, professionallığı və musiqiyə yanaşmağı və bizim musiqimizin potensialı, gözləntiləri də bunların təbii ki, sizlərin sayəsində doğrudur. Hər müsabiqənin öz şərtləri, çərçivəsi var. Yəni, bizdə birinci turda klassik musiqiyə müraciət olunmalı idi. İkinci turumuzda isə romantik musiqi ifa olunmalı idi. Yəni, biz repertuar seçimində də Könül xanımla çox diqqətlə buna yanaşdıq. Çünki biz klassik musiqini artıq orada müsiflər heyətində elə insanlar oturublar ki, yəni bunlar klassik musiqinin həyatını keçiblər. O yaradıcılıq dövrlərində bu klassik musiqinin ən yüksək ustadlarıdır. Biz çox həssaslıqla bu məsələyə yanaşdıq və seçimimiz əlbəttə ki, çox uğurlu oldu, məncə. Nəticə də çox gözəl oldu. Nəticəmiz də uğurlu oldu və biz yanılmadıq öz seçimimizdə. Məncə də, amma Azərbaycan musiqisini çox sevirlər. Çünki biz Könül xanımın əsərini festivalda ifa edəndə siz onların reaksiyasını, onların bilirsiniz,
Azərbaycan musiqisinə olan həvəsini, yəni Münasibət, eşitmək istəyirlər. bəli. Hətta təklif də olundu ki, gəlin dəfədə gəlin, Azərbaycan musiqisi ifa edin. Biz sizi dinləmək istərik, yəni səhnədə. İnşallah gələcək planlarımız var. Nə gözəl. Mütləq. İstəyərdim buyur Könül Səbinə. xanıma müraciət edeyim. Az öncə Nigar xanım qeyd etdi, sizin bəstəniz orada səsləndi. Çox gözəl mahnıların müəllifisiniz. Biz bundan xəbərdarıq. Şəhidlik zirvəsində olsun, Murov Qartalı, Qəhrəman övladları. Bu silsilə ardıcıllıq davam edəcəkmi? Varmı yeni mahnılarınız, hansı ki onları təqdim etmək istəyirsiniz? Var. Məsələn, Azad Qarabağ, Gözəl Şuşa. Azad Qarabağ, bəli, Şuşa mənim mahnım artıq tamaşaçılara təqdim olunub, amma Şuşa mövzusu yenə də bizim ana xəttimizdir və əlbəttə ki, o mövzuya mən müraciət edəcəm və yay layihələrimiz var ki, o da yenə bizim qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş və bizim zəfər yolumuzu əks elətdirən mahnı silsilələri tamaşaçılara təqdim olunacaqdır. Bəzən bir 5 dəqiqəlik, 3 dəqiqəlik kompozisiyada bütün keçdiyimiz, Azərbaycanın keçdiyi bu tarixi yol çox gözəl şəkildə əks oluna bilir, ishar oluna bilir. O duyğularla, melodiyaların dili ilə və yaxud şeiriyyatla, sözlər varsa burada. Yəni, bəstəkarların, şairlərin bu avantajı da var. Bu üstün, belə deyim, iki tərəfləri də var. Biraz əvvəl Nigar xanım, siz o məqamı söylədiniz ki, yeni təkliflər oldu. Növbəti tədbirlərə, növbəti festivallara. Bax, bu barədə eşidək sizi. Yenidən gedəcəksiniz, yenə də sevindirəcəksiniz bizi inşallah. İnşallah. Gələcək planlardan danışmaq əslində biraz Bir çox musiqiçilər elə deyir. Öncədən düşərli olmaya bilər. Amma ki, biz Bəli, hər zaman var ona görə. bəli, Azərbaycan musiqi mədəniyyətini, Azərbaycan musiqimizi dünyada təmsil etməyə hazırıq. Yəni, biz demək olar ki, həyatımızı bu işə həsr etmişik. Yəni, professional musiqici bilirsiniz ki, 6-7 yaşlarından artıq musiqi ilə məşğul olmağa başlayır və həyatı boyu elə müəllimlərdən dərs almışıq ki, biz, yəni bizim müəllimlərimiz Bakı Musiqi Akademiyasının, Köhnə konservatoriyanın ən yaxşı ustadları olublar. Ən yaxşı, hələ Nərminə xanım özü mənim müəllimim olub, Nərminə xanım Kuliyeva, prorektorumuz. Və o məktəbi biz keçmişik. Yəni, biz onu sözsüz ki, dünyada təmsil etməliyik. İmkanımız olduqca bacardığımızı, yəni dünya səhnəsində, dünya klassik musiqisini, Azərbaycan klassik musiqisini hər yerdə təmsil edəcəyik. Və eyni zamanda yetişməkdə olan gənc nəslə də bu Bəli. sənətin, peşənin sirlərini öyrədirsiniz və hətta sizinlə bərabər müsabiqələrdə də iştirak edirlər. Onlar barəsində də istəyərdik danışaq. Buyurun, qısaca zəhmət olmasın. Bəli. Violin nominasiyası üzrə Cavid Ağayev, o da qalib oldu. Birinci dərəcəli, bəli, birinci dərəcəli diploma layiq görüldü. O da Pərvanə xanım Xanlarovanın tələbəsidir, hansı ki, bizlə bir yerdə mənim əsərini ifa etmişdilər. Daha sonra Gülsarə Bağırova mənim tələbəm diplomlu tərtib olundu. Fortepiano, solo fortepiano və Ayan Həsənova da 3-cü dərəcəli laureat diplomu ilə tərtib olundu. Yəni, onlar da çox layiqli bir şəkildə Azərbaycan fortepiano məktəbi ənənələrini beynəlxalq arenada təmsil etmiş oldular. Doğrudan da biz öz müəllimlərimizə təşəkkür edirik. Nigar xanım yaxşı ki, bu mövzunu açdı. Mən Profesor Yuri Sabayevin tələbəsiyəm, mərhum Yuri Sabayevin. Onun zəhmətini burada dəyərləndirməliyəm. Eyni zamanda Aynurə xanım Qasımova Bülbül adına məktəbdə mənə dərs deyib. Allah hər birinə rəhmət eləsin. Bəli, onların qoyduğu bu ənənələr, onların verdiyi bilik və bacarıqlar indi bizə çox böyük kömək oldu. Çox gözəl. Bir növrə sağlam olanda uğurlar da bax belə bir-birinin ardınca gəlir. Xanımlar, biz sizə uğurlar arzuyuruq. Təşəkkür edirik. Səsiniz hər zaman zirvələrdən gəlsin. Hər zaman ölkəmizi layiqincə təmsil etməyə və ölkəmizə də qalibiyyətlə dönməyə arzuyuruq. Təşəkkür edirik. Uğurlar arzuluruq və söhbətimizin sonunda bir daha xatırladım ki, qonaqlarımız Azərbaycanlı pianoçuların beynəlxalq arenada qalibiyyəti mövzusunda bizimlə söhbət etdilər. Hansı ki, bax, gördüyünüz bu gözəl diplomlarla, bu qalibiyyətlə Azərbaycanımızda dönüblər. Qonaqlarımız isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Könül xanım Hüseynova, eyni zamanda bu təhsil ocağının, akademiyanın baş müəllimi, Azərbaycan Respublikasının əməkdar artisti Nigar xanım Məlikova idi. Uğurlar arzuluruq. Təşəkkür edirik. Yenə sizi studiyamızda gözləyəcəyik.